Bu dünyada kişi yoktur. Niyə ki? Kişiler oğraş çıkım ona göre. Düz deyir. Geceler ne diyor ne diyor. Dedim kətlinmək qadına bayır. Gedirəkən qaldı ki, dedim indi kişi var. Mənim adım Tahirə xanımdır. Tahirə Kişi xanım. deyəndə adığım gəlir. Buradan de, hara yazaq sənin adı gəlir? Ay yad orada buradan dəli Tahir gələcək. Ağıllı yaxşın çıxmayacaq. Tahirə Tahirə xanım. yazar, Nə Tahirə kişi deyəndə adım gəlir. Bu dünyada kişi yoxdur. İnanmın kişilərə. Yaxşı. Salam olsun hər kəsə, hörmətli izləyicilər, dəyərli insanlar. Özün tanıyan hər bir kəsə Allahın salamı olsun. Bu etiket elədiyim videoda hamınız qulaq astınız təbii ki, yəqin ki, Dəli Tahir kimi tanıdığımız biri. Burada deyir ki, indi kişi yoxdur. Onu hardasa başa düşmək olar. Bu insan yəni xəstədir, Allah şəfasını versin. Yəni valla belə realda tanımıram, mən də platformada onu görmüşəm. Allah şəfasını versin. Yəni ona mən bir söz deyə bilmərəm. Mən üzümü buradan tutub həmən şəxslərə demək istəyirəm ki, hansı ki onun həmən videosunun altında girib yazırlar ki, özdəki 6000-dən yuxarı orada komment gəlib, yorum yazılıb. Onun demək olar ki 90%-i çoxsu da ki təəssüflər olsun ki dırnaqarası xanımlar girib yazırlar ki doğrudan da elədi, indi kişi yoxdur. Buradan sizə demək istəyirəm ki, bax birbaşa buradan üzümü tutub bu çəkilişlə sizə demək istəyirəm ki, kimin nəsə sözü olsa, yəni aydınlığını da verməyə hazıram. Sizin evinizdə belə çıxır ki, onda kişi yoxdur. Sizin nəslinizdə, kökünüzdə kişi yoxdur. Və yaxud da sizin əminiz, dayınız kişi deyil. Sizin atanız kişi deyil, qardaşınız kişi deyil. Yox, əgər bu doğrudan da belədirsə, həqiqətən də sizin atanız kişi deyilsə, olur da insandır, üzdən iraqdır. Qardaşınız o məsələdir, mən deyəndir, belə deyək. Atanız mən deyəndir. Dayınız, əminiz mən deyəndir, belə deyək də, yoxdur deyək ki, yoxdur. Bu o demək deyil ki, siz doğrudan da bu Dəli Tahirin işlətdiyi bu ümumi sözü təsdiqləyəsiniz ki, doğrudan da indi kişi yoxdur. O, yenə deyirəm, Allah şəfasını versin. Bu adam xəstədir. Bunu ümumi deyir. Bunu hardasa başa düşmək olar. Amma siz gəlmişsiniz ki, yazırsınız, doğrudan da düz deyir, ha. Belə çıxır ki, sizin atanız da kişi deyil, qardaşınız da kişi, nəslinizdə, kökünüzdə kişi yoxdur da onda. Bir. İkincisi də ki, şükür Allaha, Azərbaycanda yetərin qədər yaxşı oğlanlar, yetərin qədər yaxşı kişilər var. Ki, həmin kişilər sizin kimləri, təəssüflər olsun ki, siz də bizim daxilimizdə yaşayırsınız da, bizim udduğumuz havanı, yediyimiz, içdiyimiz suyu, yediyimiz yeməyi siz də yeyirsiniz. Bir ərazidə yaşayırıq, təəssüflər olsun. Yəni, hər yerin yaşlı pisi var. Sizin kimlər, sizin kimlər. Bizlə bir yerdə yaşayır. Həmən kişilərdən. O Qarabağda döyüşən, canlı torpaq yolunda verən, nə bilim, canı yarımçıq olan qazilərimiz həmən kişilərdən deyilmi? Necə yəni kişi yoxdur? Doğrudan da düz deyirsiniz. Bu bəzi sözünü yazmağı unudursunuz. Niyə? Nəyə görə kişi yoxdur? Yenə deyirəm, ola bilər sizin evinizdə kişi yoxdur. Atanız, qardaşınız kişi deyil. Amma bu demək deyil ki, ümumi deyərsiniz ki, düz deyir. İndi kişi yoxdur. Danışanda bir diqqətli olun ki, yazanda bir diqqətli olun ki, nə yazır, nəyi düz deyir. O deyək ki, yenə deyirəm, xəstədir bunu deyir. Sizə nə olur? Mən belə başa düşürəm ki, əgər onu yazırsa, onda doğrudan da sizin evinizdə kişi yoxdur.